Allah sizə şiddətli şəkildə dönə-dönə əmr edir ki, ey insanlar, Allahdan qorxun, bu sizin xeyrinizdir. Hər kəsin xeyri o Allahdan qorxmasıdır. Yəni, danışanda, danışığına diqqət etmək, oturanda, duranda, yol gəzəndə, işində, hər yerdə Allahdan qorxmaq. İttəqillə heysu mə kunt. Allah Rasulü sallallahu aleyhi ve sellem Abu Zərə nə nəsiyyət edir? Deyir, İttəqilləh ya Abu Zər, İttəqillə heysu mə kunt. Harada olursan Allahdan qorx. O Abu Zər ki, rukuya gedəndə ayağa durmurdu. Bax, elə insana nəsiyyət deyir, Allahdan qorx deyir. Ona görə insan özünü təqva əhli kimi görməsin gərək. Hər dəfə Allahdan qorxsun, Allahım təqvalı elə məni, Allahım yardım elə. Elə insanlar var, ola bilmir, təqvalı ola bilmir. Bəs o nə etməlidir? Belə suallar var, alimlərə də verirlər sualları. Və bəzən insan şeytanı bu şeylə alladır. Əsənlik deyil. Sən elə yaşa da, bildiyin kimi yaşa. Vallah, insan o deməkdir ki, çalışmır. Əgər insan deyirsə ki, yox, mən onsuz da olan deyiləm, bu Allaha hökm etməkdir. Nə deməkdir Allaha hökm etmək? Yəni, Allah deyirsən, çalışsan, mütləq olacaqsan. Amma sən özün haqqında deyirsən ki, yox, mən olan deyiləm. Bu Allaha qarşı hökm etməkdir əslində. Necə yəni ola bilməzsən ki? Allah deyir, axı, sən düzgün çalışsan olacaqsan, düzələcəksən, yaxşı olacaq. Amma insan deyir ki, yox, mən belə. Və yaxud da şeytan nə edir? Bəzən insanı qəmlə, kədərlə həlak edir. İnsanın borcu var, düşüb qəm, kədərə, düşüb günahlara, düşüb asilik. Xeyr, bütün işlər, bütün xəzinələr Allahın əlindədir. Və in min şeyin illə indəhu xəzainu. Elə bir şey yoxdur ki, onun xəzinələri Allah qatında olmasın. Əgər sənə pul lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə sağlamlıq lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə salih övlad lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə elm lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Və in min şeyin. Elə bir şey yoxdur ki, illə indəhu xəzainu. Allah qatında xəzinəsi olmasın. Və sonra indi bax, deməli, Allah qatında da aparmağın, Allaha yalvar aparsın.